Ağa biləsə bunu yaxına çək. Deyəm Allah bunu Zürriyanın dədə-bədədəsinə rəhmət eləsin. Məğıl kart var imiş. Bu bahalıqdan əgər vəsailləri nəqd alsaydıq, toba çoxlarımız dığlayıb ölərdik fişardan. Əlbəttə, indi də iş demək olmaz ilə yaşayıq, fəqət nəfət çəkəyik. Qiymətdə hər şey günbəgün üstə gedik, onun fişarı, stresi daha cəmaatı kardan salıbdır. Allah rəhm eləyə, müzakirədə tezlikcan xoş ola, nəticə xoş ola, ta bir rahat nəfəs çəkək. Və illa müzakirə təvafuqa yetişməsə, nəfəs çəkməyimiz da göydəki tariyə qalır. Allah fəryada çatsın.